Gəncə şəhərində bir zamanlar bölgənin ən böyük və ən fəal idman obyektlərindən biri hesab olunan keçmiş Metallurq stadionu artıq 10 illərdir ki, acınacaqlı vəziyyətdədir. Bir vaxtlar minlərlə azarkeşin səsini eşidən, gənclərin idmana həvəslə üz tutduğu bu məkan bugün baxımsızlıq səbəbindən demək olar ki, unudulub. Ümumi sahəsi təxminən 6 hektar olan stadion İsaq Cəfərov və Dədə Qorqud küçələrinin kəsişməsində yerləşir. Vaxtilə Gəncənin idman həyatının mühüm mərkəzlərindən biri olan bu kompleks müxtəlif futbol oyunlarına, idman tədbirlərinə və məşqlərə ev sahibliyi edib. Burada yetişən gənclər həm şəhər, həm də ölkə səviyyəsində yarışlarda iştirak ediblər. Lakin illər keçdikcə stadion baxımsız qalıb. Tribunalar köhnəlib, idman meydançası yararsız vəziyyətə düşüb, ərazi isə tədricən istifadəsiz hala gəlib. Bir vaxtlar canlı və enerjili olan bu idman kompleksi indi sükut içindədir. Şəhər sakinləri hesab edirlər ki, uzun illər Gəncəyə xidmət etmiş bu stadionun taleyi diqqətdən kənarda qalmamalıdır. Onların fikrincə, stadionun bərpası və yenidən qurulması şəhərdə idmanın inkişafına böyük töhfə verə bilər. Müasir standartlara uyğun şəkildə yenilənmiş kompleks gənclərin sağlam həyat tərzinə cəlb olunmasına, idman tədbirlərinin keçirilməsinə və şəhərin sosial həyatının canlanmasına şərait yaradar. Bugün Gəncə sürətlə inkişaf edən şəhərlərdən biridir. Belə bir şəhərdə vaxtilə böyük əhəmiyyət kəsb etmiş Metallurq stadionunun yenidən dirçəldilməsi həm tarixi irsin qorunması, həm də gələcək nəsillərin idmana marağının artırılması baxımından mühüm addım ola bilər. Şəhər sakinlərinin ümidləri isə birdir. Gəncənin idman tarixinin bir parçası olan bu stadion yenidən həyata qayıtsın və gənclərin xidmətinə verilsin.